Əlbəttə, 29 sentyabr üçün bürclərin ən dəqiq proqnozunu təqdim edirəm. Qoç, enerjiniz artacaq, başladığınız işləri sürətlə tamamlaya bilərsiniz. Sevincli bir xəbər ala bilərsiniz. Məsləhət irəli getməkdən çəkinməyin. Buğa, sakit gün olacaq. Maddi mövzularda biraz rahatlıq hiss edəcəksiniz. Ailədən dəstək görəcəksiniz. Məsləhət xərclərdə diqqətli olun. Əkizlər, danışıqlar və ünsiyyət baxımından əlverişli gündür. Əhvalınız yüksələcək. Məsləhət, açıq fikirli olun. Xərçəng, hissləriniz güclənəcək. Ailə və yaxın münasibətlərdə harmoniya yaranacaq. Məsləhət, sevdiklərinizə vaxt ayırın. Şir, ictimai həyatda önə çıxa bilərsiniz. Kiçik bir uğur sevinc gətirəcək. Özünüzə güvənin. Qız, iş və gündəlik planlarınız daha asan həll olunacaq. Sakitlik tapacaqsınız. Məsləhət, kiçik detalları qaçırmayın. Tərəzi, münasibətlərdə mehribanlıq yaranacaq. Yeni fürsətlər qarşınıza çıxa bilər. Məsləhət, hər şeyi ölçüb biçin. Əqrəb, gizli qalan bir məsələ aydın ola bilər. Qərar vermək üçün uyğun gündür. Məsləhət, daxili səsinizə qulaq asın. Oxatan, gözlənilmədən yaxşı xəbər ala bilərsiniz. Dostlarla görüş sizi sevindirəcək. Məsləhət, pozitiv qalın. Oğlaq, iş və məsuliyyətlər ön planda olacaq. Nizam-intizam sizə uğur gətirəcək. Məsləhət, planlı olun. Dolça, yeni ideyalarınız həyata keçə bilər. İntuisiyanız güclənəcək. Məsləhət, cəsarətli addım atın. Balıq, maliyyə və şəxsi məsələlərdə rahatlıq tapacaqsınız. Ürəyiniz yüngülləşəcək. Məsləhət, hisslərinizə inanmağa çalışın. İstəyirsiniz